Salam, hər vaxtınız xeyir olsun. Gündəlik verilişi efirdədir və siz CBC FM-i dinləyirsiniz. Mikrofon qarşısında Sevinc Eminzadədir. Bugün martın 18-idir. Qlobal təkrar emal günü qeyd olunur bütün dünyada və Azərbaycanda həmçinin. Və bu gün ilə bağlı, bu gün haqqında danışmaq üçün bizim qonağımız var. Qonağımız isə Təmiz Şəhər Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Orxan Cabbarovdur. Salam Orxan bəy. Xoş gördük. Mən də sizi salamlayıram. Təşəkkür edirik ki, bizə vaxt ayırdınız. Əslində elə bu ağır gündə, çünki sizin üçün yəqin ki, çox qaça-qaçılı gündür. Minnətdarıq ki, gəldiniz studiyamıza. Bilirsiniz, bizim nəsil, bizdən sonraki nəsil gənclər hesab edir ki, biz dünyanın, planetin vəziyyətini düşünən və təkrar emala meyl edən ilk nəsilik və istərdim ki, bu barədə sual verim ki, doğrudan da bu belədirmi, belə deyilmi? Nə vaxtdan insanlar təkrar emalla məşğuldur və nə vaxtdan belə deyək, bu belə qlobal bir hərəkata çevrilib? Bir daha təşəkkür edirəm və dinləyiciləri də salamlayıram. Qeyd edeyim ki, bizim ümumiyyətlə qlobal təkrar emal günü ilə bağlı demək istədiyimiz çox sözlər var və sizin ilk olaraq sualınızdan mən başlamaq istəyərdim ki, bəli, bugün artıq o nəsildir ki, artıq hiss edirlər ki, ətraf mühitin çirklənməsi kifayət qədər vüsət alıb, təbii ehtiyatların azalması var, insanların tələbatı həddindən artıq çoxalır, tullantıların həcmi artır və bu vəziyyətdən çıxış yolu təkrar emaldır. Təkrar emala demək olar ki, ötən əsrin ikinci yarısından insanlar daha çox meylənməyə başladılar. Çünki sənaye inkişaf elədi, onun tullantıları yarandı. Misal üçün, bugün bizim sənayedə gördüyümüz neft məhsulları ilə çirklənmə, digər məhsula çevrildikdən sonra onun təkrar emalı ilə bağlı, təbiətə atılması ilə bağlı yaranan qayğılar insanları narahat etməyə başladı. Misal üçün, dünyada hal-hazırda okeanda üzən süni adalar var. Hansı ki, bunlar plastiklərdən, pet şüşələrdən ibarətdir və bunların yalnız yeganə yolu təkrar emaldır. Torpağa bastırsaq uzun müddət torpaqda qalıb onu çirkləndirir, torpağın tərkibindən sonraki mərhələdə suya keçir, burada olan mikroorqanizmlər olsun, canlılar olsun, bunun təsirinə məruz qalaraq onlarda müxtəlif proseslər baş verir və beləliklə texnologiyanın inkişafı, yeni ideyalar insanlarda artıq bu tullantıların düzgün idarə olunması ilə bağlı nəticələr ortaya qoymağa başladı. Misal üçün, bugün bir vaxtlar bizim işlənmiş qida yağları ilə bağlı onu rahat bir şəkildə götürüb tullantı kimi atırdıqsa, amma bugün onun artıq toplayanı və təkrar emala cəlb edən rezidenti var. Azərbaycanda misal üçün. İşlənmiş mühərrik yağları eynisi, kağız, karton, pet şüşələr və s. və ilaxır. Və gedişatda da, verilişin gedişatında da mən bu məhsullardan nələr istehsal olunur, bununla bağlı da məlumat verəcəm. Bax, bu çox maraqlıdır. Yəni, belə baxanda artıq plastik belə təkrar, bəzi növ plastiklər ən azından təkrar emal olunur. Amma biz düşünə bilərikmi ki, məsələn, 10 il bundan qabaq bu texnologiya yox idi, amma 10 il sonra biz bilmirik, bəlkə də başqa məhsulların təkrar emalı baxımından bizim əlimizdə bir alətlər olacaqmı deyə düşünə bilirikmi? Belə bir şeylər alimlərin, belə deyim də, prioritet məsələlərindən biridirmi, yoxsa yox? Əlbəttə, təkrar emalla bağlı yeni ideyalar hər zaman gündəmdədir. Misal üçün, xüsusən startaplar bu istiqamətdə dünyada trenddir demək olar ki. Təsəvvür eləyin, 10 il bundan əvvəl biz meyvə taralarını necə görmüşdük? Taxta meyvə taraları idi da, meyvə tərəvəz yığırdıq. Amma bugün onu necə görürük? Biz artıq plastiklərdən. Yəni, qara rəngdə gördüyünüz meyvə taraları ki var, bu günləri şəhərdə, kənddə, hər yerdə var demək olar ki, bu bizim evlərimizdə istifadə elədiyimiz şampun qablarıdır, yuyucu vasitələrin hansı ki o plastik hissələridir, uşaq oyuncaqlarıdır, vanna, vedrə və s. Bunlar sonraki mərhələdə artıq ona çevrilir. Yenidən o plastik tullantılar təkrar emala cəlb edilərək bir başqa məhsula gül dibçəyinə çevrilir və yaxud oturacağa çevrilir. Yəni, bu məhsullar dəfələrlə təkrar emal olunaraq təbiətə atılmasının qarşısı alınır və təkrar emal kimi olunaraq yaşıl iqtisadiyyata töhfə verir. İndi siz təsəvvür edin, bununla biz həm xam mala olan ehtiyacın qarşısını almış oluruq. Həm su resurslarının qorunmasının, həm enerjinin, çünki bunun
təbiətdən birbaşa xam malın tərkibindən götürülərək yeni bir məhsul, yeni bir xam mala çevrilməsi uzun bir vaxt alır, bahalı prosesdir. Eyni zamanda həm də əlavə yan təsirləri daha çoxdur. Amma bir də var ki, plastiki çeşidləmişik və bilirik ki, əlimizdə olan plastikdir. Onu bir qəlibdən başqa bir qəlibə salmaqla yeni bir məhsul əldə etmiş oluruq. Nəyə ki, plastik? Yenisi ilə burada kağız var. Bu gün karton tullantılar. Təsəvvür eləyin, misal üçün Balaxanı Sənaye Parkı ilə mən danışmaq istəyirəm bununla bağlı. Balaxanı Sənaye Parkında 28 rezident müxtəlif tullantılardan məhsullar istehsal edirlər. Və siz təsəvvür eləyin, bu 2017-ci ildən bu günə qədər 416 milyon manat dəyərində tullantılardan məhsul istehsal olunub. Bunun 32 milyon manat dəyərində olan hissəsi xarici ölkələrə ixrac olunub. Hətta Amerika Birləşmiş Ştatlarına, Avropa ölkələrinə. İnsanlarda sual yarana bilər ki, nədir bu axı məhsullar ixrac olunur? Misal üçün, kompozit qapılar var, plastik kompozit taxta qarışığı ilə olan döşəmələr var, hansı ki, bunlar hovuzların ətrafına yerləşdirilir ki, taxta olanda şişir axı, bəli. Həm də sürüşməyə davamlılıq məsələsi və yaxud plastik ara kəsmələr olur. Hər yerdə ehtiyac var buna. Və bu standartlar çərçivəsində istehsal olunduğu halda xarici ölkələrdə də buna tələbat var. İşlənmiş mühərrik yağları sürtkü yağına çevrilir, yenidən təkrar emal nəticəsində. İşlənmiş qida yağları Avropa ölkələrinə ixrac olunur, biodizel üçün xam mal kimi bu şəkildə. Və bu gün etiraf eləyək ki, Azərbaycanda kifayət qədər bu istiqamətdə təcrübəsi olan rezidentlər var. Bəs bunları xam malla təchiz eləyən tərəf haradır desək, Balaxanı Bərk Məişət Tullantılarının çeşidlənməsi zavodu var. Bu zavod 2012-ci ildən fəaliyyət göstərir və ötən müddət ərzində bir neçə nümunə deyəcəm mən sizə. Artıq siz görəcəksiniz ki, nə qədər xam malı biz təzədən təkrar istehsala qaytarmışıq. Son 5 ilin statistikası belədir ki, kartonun 29500 tonu çeşidlənərək təkrar emala göndərilib. 1 ton kağız 17 ağacın qorunması deməkdir. Və bu qədər sayda əgər biz ağacı qorumaq üçün müqayisə eləyəsi olsaq, 29500 ton və 500 mindən artıq ağacın kəsilməsinin qarşısının alınması deməkdir. PET şüşələrdən danışırıq, həmişə təbiətin çirkləndiricisi olan. Son 5 ildə 3500 ton bu həcmdə həmin o butulkaları, plastik butulkaları təkrar emala qazandırmışıq və bundan müxtəlif məhsullar, geyimlərin içərisində biz görürük polister yazılır etiketlərində. Pambıq yazılır, polister və s. Həmin bax o polister sonraki mərhələdə o butulkalar ipliyə çevrilərək tekstildə istifadə olunur. Yəni bu kimi nümunələri çox saya bilərik. Orxan müəllim, bəs nüfuz məsələsi nə rolu oynayır burada? Bilirsiniz niyə? Çünki artıq bu dönəmdə o qədər çox imtina etmələr olur nüfuz məsələlərinə görə. Amma belə bir təkrar emal hər hansı bir şirkətə nüfuz qazandıra bilərsə, ictimai rəy baxımından, bu tələbatın artması demək ola bilərmi? Yəni ümumiyyətlə bax nüfuzunu artırmaq istəyən şirkətlər belə bir yola əl ata bilərlərmi? Əlbəttə, artıq bu gün dünyada korporativ sosial məsuliyyət deyilən bir anlayış var. Məsəl üçün Avropa ölkələrində ondan başqa istehsalçının genişləndirilmiş məsuliyyəti var. Yəni mən istehsal etdiyim tullantının arxasınca getməliyəm şirkət olaraq. Eyni zamanda mən karbon emissiyası yaradan tərəf olaraq korporativ sosial məsuliyyətdən irəli gələrək tullantıların azalmasına töhfə verməliyəm. Yaşıllıq zolaqlarının artırılmasına töhfə verməliyəm. Yəni o şirkətlər artıq özlərinə bir imic yaratmalıdırlar. Yəni yaşıl şirkət olmaq üçün bir növ fəaliyyətə keçməlidirlər. Bu onların ictimaiyyət arasında nüfuzunun artmasına, ümumiyyətlə imicinin formalaşmasına siz dediyiniz kimi çox müsbət təsir göstərir. Məsəl üçün artıq insanlar var ki, otel seçərkən səyahət zamanı onlar araşdırırlar ki, bu otel nə dərəcədə yaşıldır. Bu otel nə dərəcədə ətraf mühitin mühafizəsinə töhfə verən bir oteldir və yaxud şirkətlə əməkdaşlıq qurursa, o ilk növbədə baxır ki, bu emissiyanın azaldılması ilə bağlı nə kimi addımları var. Biz karbon ayaq izi deyirik. Hər bir şirkət bu gün karbon ayaq izin ölçməlidir il ərzində və yaxud şirkətlərə müraciət etməlidir ki, gəl mənim bir karbon emissiyamı ölç görüm, mən nə qədər emissiya yaradıram. Əgər bu emissiyanın azalmasına yönələn fəaliyyət varsa, bu enerjiyə qənaət məsələsi olacaq, bu sudan səmərəli istifadə olacaq, bu tullantının azaldılması olacaq. Yəni bir növ biz bunu etməklə həm də daha çox
gəlir əldə etmiş oluruq. Qənaət etməklə xərclərimizi azaltmış oluruq. Bu baxımdan siz dediyiniz məsələ çox vacibdir və mən arzusundayam ki, Azərbaycanda olan şirkətlər, bax siz dediyiniz kimi o imicin formalaşmasında, ictimaiyyət arasında nüfuzların artmasına yönələn tədbirlərdə daha fəal olsunlar. Bununla bağlı Təmiz Şəhər Açıq Səhmdar Cəmiyyəti olaraq bizim müxtəlif çağırışlarımız olur. O çağırışlara qoşulsunlar. Məsəl üçün, bax elə bu gün 18 mart tarixində biz Bakı Avropa Liseyinin şagirdləri ilə birlikdə çox maraqlı bir təşəbbüs yaratdıq və müxtəlif tərəfdaşlarımız bizə dəstək verdilər. Orta məktəblərdə şagirdlər üçün kağız gətir, kitab apar. Yəni müxtəlif nəşriyyatlar bu işdə bizə dəstək verirlər, özəl tərəfdaşlar. Onlar kitab alırlar uşaqların yaşına uyğun olaraq. Məktəbə gətiririk, əlamətdar günlərdə, ekoloji təqvimlərdə də biz bunu edəcəyik və şagirdlər gətirdikləri kağızların əvəzinə onlara təzə yeni kitablar bağışlayacağıq ki, burada həm mütaliəyə maraq artırmış olacağıq, həm də o kağızları toplayıb təkrar emala yönləndirmiş olacağıq. Hə, əlbəttə o kitab ona daha maraqlı olacaq. Əlbəttə, yəni nəyisə gətir, kağızı gətir, istifadə etmədiyin və yaxud artıq oxuduğun və yaxud nəsə bir köhnə albom, kağızın varsa gətir, bunu əvəzinə biz sənə kitab verək. Yəni ağacları qoruyaq, həm də eyni zamanda kitab oxuyaq. Maraqlı təşəbbüsdür. Amma sizin təşəbbüsləriniz 18 martdan daha əvvəl başlamışdı. Məsələn, media turu da əlavə eləmək olar tutam ki, Astanasında, bugünün Astanasında media tur oldu. Mənim həmkarlarım orada nələri gördülər? Bəli, çox maraqlı bir məlumat turu həyata keçirildi. Təmiz Şəhər Açıq Səhmdar Cəmiyyəti ilə VUF-13 əməliyyat şirkəti arasında memorandum imzalanıb. Bilirsiniz ki, may ayında paytaxt Bakı böyük bir beynəlxalq tədbirə ev sahibliyi edəcək və bu Beynəlxalq Şəhərsalma Forumu çərçivəsində tullantıların düzgün idarə olunması ilə bağlı həm də bir nümunəvi davranışları insanlar görə biləcəklər. Qeyd edim ki, həm tədbir çərçivəsində bərk məişət tullantılarının düzgün idarə olunması istiqamətində Təmiz Şəhər ASC ilə əməkdaşlıq həyata keçiriləcək. Eyni zamanda buna hazırlıq mərhələsində müzakirə mövzularından biri dayanıqlı şəhərlərdə tullantıların düzgün idarəçiliyi olduğuna görə həmin şirkətin təşəbbüsü ilə Təmiz Şəhər Açıq Səhmdar Cəmiyyətinin təsərrüfat sahələrinə media nümayəndələrinin iştirakı ilə çox maraqlı bir məlumat turu həyata keçirildi və bu məlumat turunda media nümayəndələri birbaşa prosesi əyani şəkildə izləmiş oldular. Tullantıların gəlməsi, çeşidlənməsi, çeşidləndikdən sonra təkrar emala yönləndirilməsi, təkrar emalda hansı məhsulların əldə olunması, həm çeşidlənmədən sonraki mərhələdə təkrar emal üçün yararlı olmayan fraksiyaların, tullantıların yandırılması zavodunda yandırılaraq ondan necə enerji əldə olunması, bütövlükdə prosesi ardıcıl olaraq sistemli şəkildə görmüş oldular. Və eyni zamanda onların sualları var idi ki, o suallar ətrafında fikir mübadiləsi apardıq. Digər istiqamətlər üzrə cəmiyyətin fəaliyyəti ilə bağlı məlumat verdik. Misal üçün, nəqliyyat vasitələrinin utilizasiyası proqramıdır, tibbi tullantıların sterilizasiya məntəqəsinin fəaliyyətidir. Bir çox istiqamətlərdə olan yeniliklərlə bağlı onlarla fikir mübadiləsi apardıq, suallarını cavablandırdıq və özləri də, yəni jurnalistlərin özləri də indiyənə qədər bilmədikləri və daha çox araşdırılmasına ehtiyac olan məsələlərlə bağlı kifayət qədər məlumatlandırdılar. Xüsusən də Bakı şəhərinin artıq 10 rayonunda yaşıl və narıncı qutular yerləşdirilib çeşidləmə üçün. Biz onların fəaliyyətində onlardan daha çox istədiyimiz oldu ki, insanlara o qutuların qaydalarına əməl etməklə bağlı çağırış etsinlər. Bax elə bu gün də, təkrar emal günündə, qlobal təkrar emal gününün əsas çağırışı ondan ibarətdir ki, insanlar evlərində tullantıları çeşidləyərək qutulara atsınlar, tullantıları təyinatı üzrə yerə atsınlar. O zaman biz daha çox tullantını təkrar emala yönləndirmiş olacağıq. Təsəvvür eləyin, ötən il Təmiz Şəhər Açıq Səhmdar Cəmiyyətinə 980 min tondan çox tullantı gətirilib, təhvil verilib. Yəni demək olar ki, 1 milyon tona yaxın tullantı. Bu tullantılar təkrar emala, yandırılma üsulu ilə zərərsizləşdirərək enerji əldə olunmasına və şəhər tullantılarının poligonunda bastırılması üsulu ilə zərərsizləşdirilib. İnsanlar daha çox evlərdə tullantıları çeşidləyib atmış olsaydılar Bakı şəhərində, həmin o narıncı yaşıl qutulara, biz təkrar emalla bağlı statistikamızı bugün daha fərqli deyə bilərdik. Daha çox
tullantını təkrar etmiş olardıq, yaşıl iqtisadiyyata töhfə vermiş olardıq, ətraf mühitin mühafizəsində çox böyük uğurlu nəticələr əldə etmiş ola bilərdik. Yəni rəqəmləri artırmaq istəyiriksə biz daha çox çeşidləməyə və tullantıları təyinatı yarataq. İnşallah ki elə olar. Bəs WUF 13, yəni Dünya Şəhərsalma Forumu astanasında sizin görəcəyiniz və artıq görmüş olduğunuz işlər hansıdır? Çünki belə tədbirlər, belə böyük tədbirlər bir qədər özündən qabaqki çox böyük bir işi ehtiva edir. Daha Bəli. sonrası şleyf deyə bir görülən Bəli. iş daha da çox olur. Bax bu planlarma necədir? WUF-a qədər görüləcək işlər hansıdır? WUF-dan sonra hansı işləri planlamısınız? Biraz əvvəl qeyd etdiyimiz bax elə bu media tur WUF çərçivəsində həyata keçirilən bir fəaliyyət idi. Eyni zamanda həmin tədbir çərçivəsində bərk məişət tullantılarının idarə olunması ilə bağlı daşınmanı həyata keçirən Bakı Şəhər İcra Hakimiyyətinin demək kommunal xidmətlər müəssisəsi var. Həmin o müəssisəsinin əməkdaşları, Təmiz Şəhər ASC-nin əməkdaşları, WUF 13 əməliyyat şirkətinin əməkdaşları birlikdə biz cəmiyyətin təsərrüfat sahələrinə bir səfər etdik. Onlar tullantıların hansı yerdə necə zərərsizləşdiriləcəyi ilə bağlı məlumat əldə etmiş oldular. Sonra biz həmin o tullantıların necə toplanması, daşınması, yəni hər bir fraksiyanın necə idarə olunmasını müzakirə edərək birlikdə çalışdıq ki, həm də yeni belə deyək də o beynəlxalq tədbirlərin standartları var. Həmin o standartlara uyğunlaşdıraq bütün prosesi. Çünki artıq beynəlxalq tədbirlərin həm də əsas missiyalarından biri sıfır emissiyadır. Emissiyanın azaldılması, ətraf mühitə minimum təsir, özündən sonra qoya biləcəyi bir iz. Şəhərlərin də bugün ən böyük problemlərindən biri məsələ tullantıların düzgün idarə olunması məsələsidir ki, o mövzu orada müzakirə olunacağı üçün elə məhz bu tədbirin özünün də yaratdığı tullantıların düzgün idarə olunması zəruridir. Və bunda biz hiss etdik ki, həmin əməliyyat şirkətinin əməkdaşları belə bu məsələdə çox həssasdırlar. Və biz əlimizdə olan imkanlar, tullantıların zərərsizləşdirilməsi üçün mövcud olan infrastruktur, bunlarla birlikdə müzakirə etdik, gedib baxdıqda gördükdə artıq qayğılanmağa ehtiyac olmadı. Çünki Təmiz Şəhər Açıq Səhmdar Cəmiyyəti 2009-cu ildən fəaliyyət göstərir və kifayət qədər yaxşı, uğurlu nəticələr əldə etmiş bir qurumdur, təcrübə əldə etmiş qurumdur və bu təcrübə nəzərə alınaraq hətta işğaldan azad olunmuş ərazilərdə də məhz Təmiz Şəhər Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti genişləndirilib. Orada da fəaliyyətimiz var. Bu istiqamətdə artıq qarşıda görüləcək işlər ondan ibarətdir ki, burada yaranan tullantılar düzgün idarə olunsun və ən böyük, bax elə bizim media nümayəndələri ilə birlikdə də o təsərrüfat sahələrinə səfərimiz bir daha ictimaiyyətin diqqətini buna çəkməyə hesablanmışdı ki, düşünürük ki, istədiyimiz nəticəni də məhz elə bu tədbir çərçivəsində əldə etdik. Niyə görə? Bu işin ən vacib tərəfindən biri maariflənmədir. Və jurnalistlərin orada gördüklərin o saytlarda, televiziya ekranlarında ictimaiyyətə çatdırmaları kifayət qədər insanın da bu proseslə məlumatlanmasını düşünürəm ki, xidmət etmiş oldu. Mən təşəkkür edirəm bizim studiyamıza gəldiyiniz üçün, vaxt ayırdığınız üçün minnətdaram. Siz sağ olun, biz təşəkkür edirik. Bizim qonağımız Təmiz Şəhər Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Orxan Cabbarov idi. Biz isə işimizi yekunlaşdırırıq. Sağ olun, salamat qalın.